Hazırda sən sakitcə oturursan və ya dayanırsan. Ətrafda hər şey sabit və sakit görünür. Amma əslində bu anda sən kosmosda inanılmaz sürətlə hərəkət edirsən. Yer fırlanır, yer uçur. Və bu hərəkət gecə-gündüz biz yatanda da, oyaq olanda da davam edir. Bu videoda Az Kosmos kanalında birlikdə sakit və addım-addım öyrənəcəyik. Yer necə fırlanır? Ayın yerə təsiri nədir? Yer kosmosda hara doğru gedir? Və niyə biz bütün bunları hiss etmirik? Çətin terminlərsiz, sadə sözlərlə və aydın nümunələrlə. Gəlin başlayaq. Əvvəlcə ən əsasdan başlayaq. Yer öz oxu ətrafında təxminən 24 saata bir dəfə tam fırlanır. Məhz buna görə gündüz və gecə yaranır. Adi bir qlobusu təsəvvür et. Onu yavaşca çevirəndə bir tərəfi işıqlı, digər tərəfi kölgədə qalır. Yer də eyni şəkildə fırlanır. Ekvator xəttində yerin fırlanma sürəti təxminən saatda 1670 kilometrdir. Bu, sərnişin təyyarəsindən də sürətlidir. Amma biz bunu hiss etmirik. Niyə? Buna növbəti bölmədə baxaq. Çoxları düşünür, yer bu qədər sürətlə fırlanırsa, niyə yıxılmırıq? Cavab çox sadədir. Sən sürətlə gedən qatarda oturduğunu təsəvvür et. Əgər qatar sakit və bərabər hərəkət edirsə, sürəti hiss etmirsən. Yer də elədir. Biz yer ilə birlikdə hərəkət edirik. Hava, dənizlər, evlər, hamısı eyni sürətlə. Bu, sarsıntısız və davamlı bir hərəkətdir. Ona görə də beynimiz bunu sabitlik kimi qəbul edir. İndi bir addım da irəli gedək. Yer təkcə öz oxu ətrafında fırlanmır. O, həm də Günəş ətrafında dövr edir. Bu dövr 365 gün çəkir. Biz buna bir il deyirik. Yerin Günəş ətrafında hərəkət sürəti saatda təxminən 107 min kilometrdir. Əslində yer Günəşin ətrafında dönmür. O, Günəşə doğru düşür, amma sürəti çox olduğu üçün hər dəfə yan keçir. Bu, ipə bağlanmış daş kimidir. İp varsa dairə yaranır. İndi ay haqqında danışaq. Ay, yerin peykidir və təxminən 27 günə yer ətrafında dövr edir. Maraqlı bir fakt var. Ay, yerə həmişə eyni tərəfi göstərir. Bu, sanki rəqs edən iki insan kimidir. Biri daim digərinə baxır. Ay, yerin həyatında çox mühüm rol oynayır. Ayın cazibə qüvvəsi yer üzərindəki suları özünə çəkir. Buna görə okeanlarda gəl-gəl və çəkilmələr yaranır. Sadə nümunə ilə desək, sanki nəhəng bir maqnit suyu yavaşca özünə çəkir. Bu proses milyonlarla ildir davam edir və yer üzündə həyatın tarazlığını qoruyur. Yer və ay ayrı-ayrı obyektlər deyil. Onlar ortaq bir mərkəz ətrafında hərəkət edirlər. İki insanın əl-ələ tutub fırlanmasını təsəvvür et. Hər ikisi birlikdə hərəkət edir. Ay olmasaydı, yerin oxu sabit olmazdı. İqlim tez-tez dəyişərdi. Həyat bu cür inkişaf etməzdi. Bu videonu izlədiyin anda yer artıq minlərlə kilometr irəliləyib. Sən heç vaxt eyni kosmik nöqtədə olmursan. Bu, axan çay kimidir. Ona 2 dəfə girmək mümkün deyil. Bu fikir qorxulu deyil, əksinə sakitləşdiricidir. Hər şey hərəkətdədir və bu normaldır. Yer fırlanır, yer uçur. Ay yanımızdadır, Günəş bizi aparır. Biz böyük bir kosmik gəmidə yaşayırıq və bu gəmi milyardlarla ildir yolundadır. Əgər bu video sənə maraqlı gəldisə, like et, Az Kosmo kanalına abunə ol və şərhlərdə yaz. Sən heç düşünmüsən ki, indi kosmosda uçursan.